Bacım Nigar Budaqlı burun əməliyyatından sonra bu vəziyyətə düşüb. Hal-hazırda heç bir reaksiyası, danışmağı, görməyi, eşitməyi heç biri yoxdur. Traxostoma ilə nəfəs alır, aparatla bütün bədəni qıc olmuş vəziyyətdədir. Bu ilin aprel ayında Bakıda Medavra klinikasında rinoplastik əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı düz 6 aydır yataq xəstəsidir. Hazırda kritik durumu davam edir. Nigar, mənim bacıma kömək eləyin, yalvarıram. Onu bu vəziyyətə qoyan, burun əməliyyatını eləyən Yaqub Əsədi, özünə həkim adı verib, əslində həkim olmayan birisi mənim bacımı bu vəziyyətə qoydu. Zərər çəkənin ailəsi əməliyyatı icra edən lor cərrah Yaqub Əsədi və anesteziolog Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onlar iddia edirlər ki, Nigar Budaqlı əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb. Bu necə olur dedim, mən onu sağ-salamat vermişəm, öz xodundan gedib, öz yazışıb, Yaqub Əsədi ilə danışmışıq, eləmişik, ona təhvil vermişik. Mən həkim deyiləm deyən, həkimlərin dediyini deyirəm da, beyinə deyir ki, 18 dəqiqə oksigen işləməyib, baxımsızlıqdan. Yəni ki, nə qədər pul dedilər, elədilər, 100 mindən çox pul xarcladım mən, evlərim, Bakı Xətər rayonunda mənim evim vardı, satdım, yoxdur, qız heç kimi tanımır, qız yığılıb təmiz, üzr istəyirəm, uşaq ana bətnində necə olur? Bax, elə bir şəkildə yığılıb qız təmiz. Yaqub Əsədi öz işində gündə bir dənə burun reklam edir bu Instagramda, qabağımıza çıxır da. Yəni ki, adını qoyublar ki, çıxıb gedir. Əməliyyatı icra edən həkim cərrah Yaqub Əsədi ilə telefon əlaqəsi saxladıq. O, İranda olduğunu bildirdi və suallarımızı cavablandırmaqdan imtina etdi. Anesteziolog Cəmilə Əliyeva isə Nigar Budaqlının əməliyyatında iştirak etmədiyini deyir. Yaqub Əsədi mənim səlahiyyətlərimi özü icra eləyibdir. Başa ki, mən dəfələrlə bunu söz arası deyirdim ki, bəs belədir. O deyirdi ki, qoy eləsin. Bəli, reklam çəkdirmək məqsədilə, reklama çəkdirirdi özünə. Kipaksiya nəticəsində düşüb komaya. Oksigen çatışmazlığı. Trubka düz salınmayıb ona görə. Anesteziologun cərrahi əməliyyatdan kənarlaşdırılmasına icazə verdiyi iddia olunan Medavranın keçmiş baş həkimi Nigar Məhəmmədova ilə telefon əlaqəsi saxladıq. Nigar Məhəmmədova klinikaya rəhbərlik etdiyi dövrdə Cəmilə Əliyevanı yol verdiyi məsuliyyətsizliyə görə işdən kənarlaşdırdığını dedi. Cəmilə xanıma təkidlə və çox cobud dedim ki, Cəmilə xanım, özünə yığış və xahiş edirəm, xəstəyə diqqətli ol. Mən yenə də deyirəm, burada bütün məsuliyyətsizliyin başında Cəmilə xanımı görürəm. Və Cəmilə xanım bugün, mən onu çağırdım neçə dəfə ki, Cəmilə xanım, gəlin gedək xəstəyə baxaq filan. Cəmilə xanımın bir bacısı oğludumu bilmirəm. Çox pis sözlərlə məni təhqir etdi ki, sən kimsən, biz özümüz hər şeyi həll edəcəyik. Yəni, budur məsələ. Heç kim onun əlindən intubasyon trubkanı alıb, zorla almayıbdır. Medavranın hazırki baş həkimi Mirəzim Zaidov məsələ ilə bağlı onu bildirdi ki, Yaqub Əsədi və Cəmilə Əliyeva artıq klinikada işləmir. Baş vermiş hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb. Ekspert rəyində həkimlərin təqsiri sübut edilib. Sevinç Vaqif qızı, Aydın Bayramov, Xəzər xəbər.